İzləyicilərimiz, Qubada villanın fasadında görüldüyü kimi tarsovka və silikonlu boya işləri görülür. Hal-hazırda artıq silikonlu boya işləri görülür tarsovkanın üzərindən. Həmçinin bu evdən paralel olaraq bu evdə də fasad işləri görüləcək. Biz sizə yaxından göstəririk. Fasadda çatlar bərpa olunub. Tarsovkanın öz məhsulundan birbaşa tarsovka vurulub. Belə bir tekstura səthi alınıb. Silikonlu astar dərib və ağla rəngində boya işləri görülür. Hal-hazırda boya işləri görülür. Biz sizə yaxından göstəririk. Tarsovkanın silikonlu boyasından vurulur. Şaxtaya istiyə davamlıdır, dözümlüdür. Elastik səth yaradır. Nəmişliyə qarşıdır. Biz keçirik evin qarşı tərəfinə. Artıq evin qarşı tərəfində də tarsovka silikonlu astar işləri görülüb. Artıq tarsovkanın silikonlu boyası gəlib tam olaraq. Həmçinin hasarlarda da tarsovka işləri görüləcək. Evin qarşı tərəfində də tarsovka işləri görüləcək və tarsovkanın silikonlu boyasından da boyanacaq. Siz də tarsovka işlərlə bağlı müraciət edə bilərsiniz.